Belə analar da var ki, məsələn, uşağı deyir ki, göstərmirəm atasına. Neynir əslində öz yəni hikkəsini uşaq vasitəsilə manipulyasiya etmək vasitəsilə çıxır da, acığını ondan çıxır. Onlar düşünürlər ki, mən nə qədər ağır yaralasam, özümü bir o qədər qalib hiss eləyəcəm. Bu da onunla əlaqədardır ki, insanlar ümumiyyətlə mübahisə etməyi bacarmırlar. Onlar mübarizə aparırlar. Onlar bir-birlərinə cavab hazırlayırlar, haqlı çıxmağa çalışırlar, sübut eləmək istəyirlər. Bu ego elə bir ki, davasıdır. Amma yetkin insan egosunu da idarə etməyi bacarır, hisslərini də idarə etməyi bacarır. Yəni elə bir uşaq kimi də mən səndən oynamıram. İqruşqamı ver, mən səndən oynamıram. İki uşaq birləşəndə, yəni belə olmalıdır da. Siz niyə belə daha böyük şeylər gözləyirsiniz? Axı bizim cəmiyyətimizdə ailələrdən yetkin insanlar çox az çıxır. Əsasən uşaq rolunda olan insanlar çıxır.